Damarına. Yaxşı. Deməli, əziz və hörmətli insanlar, şagirdlər, dostlar. Zərf. Nədir zərf? Ümumi qrammatik mənasına görə hərəkətin nəyini bildirən? Tərzini, zamanını, yerini və kəmiyyətini bildirən əsas nitq hissəsidir. Birinci başlayırıq zərfin quruluş növlərindən. Təbii ki, zərflər quruluşuna görə digər əsas nitq hissələri kimi 3 tür olur. Sadə, düzəltmə və mürəkkəb. Elədi Murad? Sadə zərflər hansılardır? Zərflər özünə məxsus bir sözlərdir ki, uşaqlar necə olur? Məsəl üçün, deyək ki, yer bildirən zərflərlə yer bildirən isimləri qarışdırmamaq lazımdır. Məsələn, deyək ki, kənd sözü var, kəndə gedirəm, bir də içəriyə gedirəm. İçəri sözü hər şeyə aid ola bilir, hər şeyin içərisi ola bilir. Amma kənd deyəndə xüsusi bəlli olan bir yerdən söhbət gedir. Hər şeyin kəndi yoxdur, hər şeyin şəhəri yoxdur. Amma hər şeyin üstü var, hər şeyin içərisi var. Başa düşdünüz? Bu mənada zərflər xüsusi sözlərdir, yəni qarışdırmamaq lazımdır. Məsəl üçün, elə içəri sözünün özü. Məsələn, yuxarı. Az. Çox. Yadınızda bunlar saylarla ortaq olan sözlər idi. Sonra sırağa gün sözü var. Sırağa gün. Sadədir. İnişil. Sadə. Bildir. Baxın, bunun vurğusu buradadır ha. Bildir deyil, bildirdi. Bu zərf kimi sadə sözdür, feil kimi düzəltmə sözdür. Və s. Başa düşdünüzmü? Yavaş, asta, düzdür? İrəli, geri, bu kimi sözlər də var ki, bunlar quruluşuna görə sadədir. Xüsusi olaraq zərf kimi işlənirlər. Düzəltmə zərflər nələrdir? Düzəltmə sözlər, düzəltmə zərflər hansı şəkilçilərlə düzəlir? İndi onlara bir-bir baxaq. Düzəltmələr. Düzəltmə zərflərdə 4 dənə şəkilçi var ki, la, ca, casına, bir də ən şəkilçisi. Bunlar nə eləmir uşaqlar? Vurğu, qəbul etmir. Biz təbii ki, la şəkilçisini bir neçə məqamda görmüşük. Nə düzəldir? Feil düzəldən şəkilçidir. Bağlayıcı kimi işlənə bilir, qoşma kimi işlənə bilir. Yəni, ilə qoşması və ilə bağlayıcısı la kimi işlənir. Yəni, bəzən bununla qarışdıra bilirlər. Bir də adlardan zərf düzəldən şəkilçi kimi istifadə olunur. Zərf düzəldən şəkilçi olanda artıq vurğu qəbul etmir. Məsəl üçün, deyək ki, feillərdə necədir? Başla, gözlə, itilə, vurğu qəbul elədi. Amma burada qəbul eləmir. Məsəl üçün, aram sözü var. Yağış aramla yağırdı. Bax, aramla, vurğu qaldı burada. Ehtiyat sözünə baxırıq. Ehtiyat, əskərlər ehtiyatla irəliləyirdilər. Vurğu buradadır, yoxsa burada? Ehtiyatla, yoxsa ehtiyatla? Ehtiyatla. Vurğu buradadır. Demək ki, bu formada olmuş olacaq. Oldu mu? O mənim üzümə qəzəblə baxdı. Qəzəblə. Vurğu buradadır. Demək ki, artıq nə tərzdə sualına cavab vermiş olacaq. İndi baxın. Bu la ilə düzələn bəzi sözləri biz harada qarışdıra bilirik? Müəllim, niyə? Bəs nə ilə sualına cavab verib cümlədə qoşma kimi işlənmir? Baxırıq ki, deyir, mən öz ölkəmi dərin məhəbbətlə sevirəm. Deyir, niyə nə ilə sualına cavab verməsin ki? Əskər cəsarətlə döyüşürdü. Niyə nə ilə sualına cavab verməsin? Burada məsələ bilsiz nədir? Əgər qoşma olsa, yanında bir alət olması lazımdır. Bir vasitə və yoxda bir insan olması lazımdır. Bildinizmi? Biri var ki, mən deyəm ki, mən Nihatla kəndə gedirəm. Nihat bərabər yanımdadır. Kim ilə sualına rahat cavab verə bilir. Amma mən ölkəmi məhəbbətlə sevirəm deyəndə, məhəbbətin yanındakı lənin qoşma olması üçün məhəbbət adında yanımda bir nəfər olması lazımdır ki, mən o məhəbbətlə bərabər vətəni sevirəm. Başa düşdünüz? Burada amma elə deyil. Mövzu nədir? Mənim öz vətənimi sevmə tərzimi bildirir. Dərin məhəbbətlə sevmək. Əskərin döyüşmə tərzini bildirir. Cəsarətlə döyüşmək. Başa düşdünüz? Qoşma ilə bunu necə ayrılır? Fərqli şəkildə izahları var. Burada da bizim arada bərədə ilişir. Hamısı İsa müəllimin günahıdır. Ca şəkilçisini harada görürük?
sifətin çoxaltma dərəcəsini düzəltmiş olur. Bəli, canı əsas olaraq, məsəl üçün, millət bildirən sözləri artırır. Rusca, türkcə, ingiliscə, almanca və s. Danışığın tərzini bildirir, öyrənməyin tərzini bildirir. Mən almanca danışıram, nə tərzdə danışıram? Düzdür? Burada da bizi qarışdıracaq məsələ var. Ca hər zaman sifətin çoxaltma dərəcəsini düzəltməyə də bilər. Bəzən ədat kimi zərfləri də qoşulur. Məsəl üçün, yavaşca sözü. O, yavaşca düşmən tərəfə yaxınlaşırdı. Düzdür? Gəmi astaca gəlirdi. Nə bilim, və s. sözlər. Burada onsuz da mənanı dəyişəcək bir şey olmur da. Düşmənin üzərinə təkcə gedirdi. Cəni çıxası olsaq nə dəyişəcək ki? Tək gedirdi. Sadəcə bu nədir? Orada xüsusi bir qüvvətləndirmə verir. Bu ədatdır. Yavaşca yeriyirdi. Yavaş yeriyirdindən nə fərqi var ki? Heç bir şey. Sadəcə biraz daha qüvvətləndirir. Başa düşdünüz? Bunları qarışdırmayın. Bunlar ədatdır. Bunu artıq biz leksik şəkilci kimi götürməyəcəyik buradakına bənzər. Oldu Hüseyin? Buyur İbrahim. Bəli, zərfdir. Amma düzəltmə zərf deyil də, çünki bu ədatdır. Bu zərfdir. Amma necə zərfdir? Alman ismindən düzəlmiş Almanca düzəltmə zərfdir. Başa düşdük? Casına şəkilçisinin biraz oxşarlığı var nə ilə? Feili bağlamanın madan şəkilçisindən. Əskər qorxmadan döyüşürdü, əskər igidcəsinə döyüşürdü. Hər ikisinə vurğu qəbul etməmə məsələsi var. Amma casına bütöv şəkildə leksik şəkilçidir. Məsəl üçün, igid sifətindən igidcəsinə döyüşmək, mərdcəsinə, qorxaqcasına, xaincəsinə. Görsün, burada da artıq etdiyi bir hərəkətin tərzini bildirmək məsələsi var. Ən şəkilçisi. Məsəl üçün, qəflət ismindən, qəflət sözü nədir uşaqlar? Heç bir şeydən xəbəri olmamaq. Deyirik, adam elə bil qəflətdədir. Bildinizmi? Heç bir şeydən xəbəri yox. Fil qulağında yatmaq deyirlər bunu. Qəflət sözünə artırılır və nə olur? Qəflətən. Yağdı yağış, qopdu tufan, əsdi külək. Hə, Rəşid? Daxil sözünə artırılır, olur nə? Daxilən. Zahir sözünə artırılır, zahirən. O, bu sözləri zahirən deyirdi. Yəni nə deməkdir? Gözümüzə kül üfürürdü. Və yaxud da mən bütün dediklərimi daxilən hiss etdim. Düzdürmü? Ay, sağ ol. Qarışdırılan sözlərdən biri qəsdən sözüdür. Bax, qəsd sözü var, qəsd. Sən bu işi mənə qəsdən gördürdün. Ən şəkilçidir burada. Bir də bu var. Qəsd sözünə çıxıcılıq hal şəkilçisi artırmaq var ki, qəsdən 4-5 gün keçmişdir. Bu artıq sui-qəsd deməkdir. Yəni görürsünüz, çıxışlıq halından işlənibdir. Nədən sualına cavab verir. Amma qəsdən deyəndə, qəsdən, sən məni qəsdən qorxutdun. Başa düşdünüz? Orada artıq nədən qorxutdun deyə bilmirik. Yəni. Leksik şəkilçi olmuş olacaq. Oldu uşaqlar? Olmadı? Oldu. Ay Allah. Nə yaxşı uşaqdırlar. Da şəkilçisi və dan şəkilçisi. Necə şəkilçidir bunlar? Necə şəkilçidir Şəfəq? Amonim şəkilçidir. Nə ilə amonimlik təşkil edir? Hal şəkilçilərindən. Sizin imtahandan bir sual salmışdım deyəsən. İsmin bütün hal şəkilçilərinin həm qrammatik, həm də leksik şəkilçilərindən amonimliyi. Var idi o sual sizdə? Bəs yaxşı, doğru olarmı? İsmin hal şəkilçilərinin hamısı həm leksik, həm qrammatik şəkilçilərindən amonimdir. Sizcə? Xeyr. Danı və danı başqa hardasa qrammatik şəkilçi kimi görmək mümkünsüzdür. Ancaq bunların işləmə məqamı bir zərf düzəldən leksik şəkilçidir, bir də yerlik və çıxışlıq hal şəkilçidir. Oldu? Da və dan necə olanda leksik şəkilçi olacaqlar? Əgər kimdən nədən sualına cavab vermirsə, nə zaman, nə tərzdə sualına cavab verəcəksə, olacaq leksik şəkilçi. Da xüsusilə ay və fəsil adlarını artırılaraq düzəltmə zərf düzəldir. Məsəl üçün, yay, yayda. İyun, iyun, iyunda. Yaz, yazda. Qışda, payızda. İndi baxın. Görün sual necə çıxacaq meydana. Deyirəm ki, Murad, get payızda gələrsən. Müəllim, nədə gəlim, yoxsa nə zaman gəlim? Nə zaman? Bax, məsələ budur. Yayda hava çox isti olur. Nədə, yoxsa nə zaman isti olur? Məsələ budur. Nə zaman sualına cavab verəcəksə, demək ki, hal şəkilçisi deyil. Oldu? Bir də dan şəkilçisi var.
Kimdən, nədən başqa şeydir? Bir də var ki bu. Fuad bərkdən qışqırdı. Nədən yoxsa nə tərzdə? Nə tərzdə? Demək ki, artıq tərz bildirdiyi təqdirdə düzəltmə zərf olmuş olacaq. Bərkdən, astadan, yavaşdan. Sonra nə var? Anidən. Anidən tərpəndi. Nə tərzdə? Sonra çox sayından, çoxdan zaman zərfi düzəlir. Səni çoxdan unutmuşam. Nə zaman? Çoxdan. Hər əvəzliyindən, hərdən zaman zərfi düzəlir. Deyirəm ki, o hərdən gəlib gedir. Hərdən nə deməkdir? Arada bir. Bir də bir sayından, birdən, anidən. Bizdə deyirlər reski. Bax, həmən o ifadə. Bir sayından, birdən tərz hərəkət zərfi meydana gəlir. Başa düşdünüz? Bunlar nə zaman sualına cavab verir? Bu isə nə olur? Bunlar tərz, nə tərzdə sualına cavab verirlər. Belə. İçəridə, xeyr. İçəridə deyəndə, bax, içəri yer zərfidir. İçəridə deyəndə məna dəyişmir. Hal şəklisi qəbul etdiyi üçün zərf idisə olacaq yenə zərf. Yerlik hallı zərf vəssalam. Hal şəkilçisini hansı nitq hissəsinin üstünə artırırıqsa, nitq hissəsi olaraq ismin xüsusiyyətini qəbul edə bilər. Amma nitq hissəsini dəyişməz. Çünki leksik deyil, qrammatikdir, onun mənasına təsir eləmir. Problem yoxdur burada uşaqlar. Gözəl. Sonra anə, yanə şəkilçiləri var. Məsəl üçün, şairanə. O şairanə danışırdı. Dahi sifətindən nə düzəlir? Dahiyanə düşünürdü. Filosofanə, sabiranə, bu kimi sözlər var. Sonra bir də bütöv yana şəkilçisi var uşaqlar. Yana. Məsəl üçün, səninlə mən dostyana danışıram. Nə tərzdə? Bu sözü sənə zarafatyana dedim. Zarafatyana. Nə tərzdə? Oldu mu? Sonra əri şəkilçisi var bir dənə. Ötəri sözü. Ötəri. Mən suallara ötəri baxdım. Nə tərzdə baxdım. Buradan nəzəri sözünü qarışdırmayaq uşaqlar. Nəzəri sözündə sözün kökü nəzər ismidir. Bu artıq nəzəri sifəti meydana gətirəcək. Oldu mu? Burada diqqət edin. Sonra açı şəkilçisi var. Açı. Sonra buna hətta aşı da deyirlər bəzən. Yanaşı oturmaq. Açı, əki. Mən onu çəpəki şəkildə süzdüm. Buna həmçinin yanaşı da deyə bilirik, yanaşı da deyə bilirik. Hər ikisi doğrudur. Oldu? Sonra sizə bir dənə qəşəng tanış şəkilçi deyim uşaqlar. Lıq üstü 4. Tanışdır? 4 cür isim düzəldirdi, sifət düzəldirdi, bir də zərf düzəldir. Məsəl üçün, hələ zərfindən hələlik zərfi var. Mən hələlik gedirəm, amma bir gün dönəcəm. Nə müddətə, nə zamana? Bir də həmişə zərfindən həmişəlik getmək. Bir dəfəlik getmək. Bu var. Qaldı mı burada bizim başqa şəkilçilərimiz? O da ola bilir. Günlük işləmək, aylıq işləmək. Sonra cəq şəkilçisi var. Cək. Sifət də ola bilir. Aylıq maaş var, bir də aylıq qazanmaq var. Aylıq getmək. Gedəndə illik gedir. Nə müddətə gedir? Sevincək dilləndi. Nə tərzdə dilləndi? Oldu mu? Belə. Bu da bizim düzəltmə zərflərimiz. Yenə yadımdan çıxan hər hansı bir şəkilçi qalıbsa, inşallah ki, onu da siz öyrənəcəksiniz, mən sizdən soracağım. Hə, Fuad? Keçirik. Nəyə? Mürəkkəb zərflərə. Mürəkkəb zərflər də mürəkkəb isim, mürəkkəb sifətlər kimi müəyyən qaydalarla düzəlir. Məsəl üçün, birinci isimdə sifətə necə idi? Eyni sözün nəyi? Təkrarı ilə. Bəli, eyni sözün təkrarı. Məsəl üçün, maşın asta-asta kəndə yaxınlaşırdı. Düzdür? Yavaş-yavaş. Pendir-lavaş. Baxın, şirin-şirin sözü var. Şirin-şirin. Nədir? Yerinə görə sifətdir, yerinə görə zərfdir. Nə zaman sifət olacaq? Özündən sonra cəm isim gəldikdə. Şirin-şirin meyvələr. Düzdür? Amma bir dənə var.
Şirin-şirin danışırdı. Düzdür? Asıl. Başqa nə deyə bilərik? Səhər-səhər bağa girdim. Nə bağ bildi, nə də bağban. Səhər-səhər. Nə zaman? Düzdür? Tez-tez. Və s. Elə ki, İkinci, yaxın, yaxın və əks mənalı sözlərin birləşməsindən. Məsəl üçün, ayda, ildə. Nə zaman? Hərdən birdən. Əvvəl, axır. Səhər, axşam. Çeşmə sənin başına bilirsənmi neçə canlılar dolanır? Nə zaman dolanır? Səhər, axşam. Gecə, gündüz. Baxın, gecə, gündüz sözü yerinə görə isim ola bilir. Necə isim ola bilir? Deyirəm ki, martın 22-sində gecə, gündüz bərabərləşir. Nə bərabərləşir? Oldu mürəkkəb isim. Bir də deyirəm ki, Gülər gecə, gündüz dərs oxuyur. Nə zaman? Daima. Veçni. Oldu. Burada artıq yerinə görə baxacağıq da. Yerinə görə isimdirmi? Nə sualına cavab verir? Yoxsa nə zaman, nə tərzdə suallarına cavab verir? Başa düşdünüz? Üçüncü. Uşaqlar. Burada diqqətli olmaq lazımdır. Nədə? Ya bir tərəfi, ya da hər iki tərəfi ayrılıqda işlənə bilməyən sözlər var. Məsəl üçün, ayanda, sayanda. Deyir o bizə ayanda, sayanda baş çəkir. Nə ayandanı, nə sayandanı ayrılıqda işlədə bilmir. Amma ayanda, sayanda nə deməkdir? Hərdən birdən. Və yaxud da biri arada sözünü işlədə bilirik, amma bərədə sözünü işlədə bilmirik. Arada bərədə baş çəkir, arada bərədə gəlir. Baxıram, uşaq arada bərədə dərs oxuyur. Yəni, kefinə düşəndə. Amma arada sözünü işlədə bilirik. Deyirəm ki, oğul, arada bizə də bir baş çək. Başa düşdünüz? Yolun düşəndə. Hərdən birdən. Bu mənada. Sonra nə var? Tələm-tələsik sözü var. Tələsik sözünü işlədə bilirik. Evdən tələsik çıxıb getdi. Amma tələm sözünü işlədə bilmirik. Düzdür? Dizin-dizin sözü var. Bu söz eyni sözün təkrarı ilə yaranan kimi görünsə də, ayrılıqda işlənə bilmir deyin. Bunu o kateqoriyaya daxil eləmədik. Oğrun-oğrun. Canım sizə desin, sonra nə? Maddım-maddım. Üstünə 2 yazıram. Xısın-xısın. Ola bilər. Məsəl üçün, uşaqlar xısın-xısın danışırdılar. Deyə bilirik, xısın danışırdılar. Uşaq dizin-dizin sürünür, Fatimə. Ola bilər, uşaq dizin sürünür. Görürsünüz, işlədə bilmirik. Nə bilim, körpə uşaqlar olur deyir, maddım-maddım tamaşa edirdi. Maddım tamaşa edirdi deyə bilirikmi Fatimə? Deyə bilmirik. Bir də bunlar var. Sonra azmaz sözü var. Mən onu azmaz tanıyıram. Maz tanıyıram deyə bilirik. Yox, bir krem tanıyıram. Görürsünüz, olmayacaq. Bir də bu tip, bu formada, bu cür, bu halda, bu şəkildə sözlərimiz vardır. Sonra keçirik növbəti qaydaya. Uşaqlar, hal şəkilçilərinin köməyi ilə düzələn mürəkkəb səhvləri var. Bu necə olacaq? Bir, çıxışlıq və yönlük haldan eyni zamanda istifadə edən, bir də sadəcə yönlük hal şəkilçisindən. Baxırıq. Gündən günə. Tərz bildirir özdə bunlar. Zaman anlayışı kimi görünə bilər, amma tərz bildirən zərflərdir. Mikail Müşfiqin şeirində var. Ah, mən gündən günə bu gözəlləşən işıqlı dünyadan necə əl çəkim. Düzdürmü? Sonra, ildən ilə. Haçandan haçana. Sonradan sonraya. Və s. və s. Burada yadda saxlayın, sətirdən sətrə sözü mürəkkəb zərf sayılmır. Oldu? Bir də nə var? Yan sözünü yazırıq. İkincidə yönlük hal şəkilçisi işlənir. Yan-yana. Düzdür? Uşaqlar yan-yana oturmuşlar. Nə tərzdə oturmuşlar? Onlar cəbhədə çiyin-çiyinə döyüşdülər. Nə tərzdə? Düzdür? Arxa-arxaya otaqdan çıxdılar. Nə tərzdə? Və s. Anladıq mı bunu? 5-ci,
ba bitişdiricisinin köməyi ilə uşaqlar. Bu bizə hardan tanış gəlir? Mürəkkəb sifətlərdə banı demişdim ki, cəmi 3 dənə söz ba ilə düzəlir. Cürbəcür, növbənöv, rəngbərəng. Yerdə qalan bütün ba ilə olan sözlərin hamısı zərfdir. Məsəl üçün, dalbadal. Güllələr dalbadal atıldı. Nə tərzdə? Yan-bayan oturmuşdular. Yan-yana əvəzinə deyirik ki, yan-bayan oturmuşdular. Komandir əskərləri ad-ba-ad çağırdı. Nə tərzdə çağırdı? Və yaxud da günbə-gün qocalırıq. Mən səni an-ba-an xatırlayıram. Gördünüzmü? Hamısında ba bitişdiricisini istifadə edirik və nə tərzdə və yaxud da nə zaman sualına cavab verir. Rəşid, zəhmət olmasa mübarək təpəni düz saxla. Ay, sağ ol. Elə tanı yat, gözlərin qoli-buli eləyir. Keçdik 6-cı. Nə olacaq 6-cı? Müxtəlif mənalı sözlərin birləşməsi ilə. Məsəl üçün, dil ucu salamlaşmaq. Nə deməkdir dil ucu? Ötəri. Küsmüş adamlar eləyir, deyir, artıq mənə dil ucu salam verir. Yəni elə belə də, yəni küsmüşəm. Sonra nə var? Göz ucu sözü var. Mənə göz ucu baxdı. Göz ucu nə deməkdir? Oğrun. Elə deyilmi? Gizlin baxmaq. Sonra at üstü sözü var. Əl üstü sözü var. Bax, görürsünüz, fərqli sözlərdir. Ara bir sözü. Ara bir. Hərdən bir. Elədir? Gecə yarı. Ulduz sayaraq gözləmişəm hər gecə yarı. O gecə yarıdan deyil bu. Bu gecə yarıdır. Ara bir sözü bəllidir də nədir? Ara bir yağış yağır. Yağır dayanır. Hərdən bir, Nihat hərdən bir yuxulayır. Yəni bir də görsən dərsə qulaq asır, bir də görsən ki, getdi. Yuxu görür qaqam. Rəşid dönmətdən olur. Hə? Soyuqdur dərəcəsini artıra bilərəm. Bəli. O tərəfə də istedi, qoy ora qalsın öz yerində. At üstü və əl üstü sözlərinin mənası nədir? At üstü də, əl üstü də tələsik mənasını verir. Amma at üstü necə? Gəldi deyir evə, at üstü dəydi, getdi. Yəni neynədir? Tez tələsik də heç kimlə danışmadı, söhbət eləmədi, nəsə tapşırığı vardı, dedi, getdi. Bu keçmişdən qalan bir məsələdir. Keçmişdən maşın üstü yox idi ki, maşınla gəlsinlər, getsinlər. Ayaq üstü söz də var. Bəli. O da oturmadan gəlib ayaq üstü bir iki kəlmə söhbət elədik, getdi. Əl üstü sözü var sonra. Əl üstü nədir? Bizdə var, atışdırmaq. Məsəl üçün, Fuad yemək yemişəm, mən elə belə atışdırmışam. Nə deməkdir? Əl üstü yemişəm. Gəlirsən elə bir ki, oradan-buradan bir şeylər, bir dənə zeytun, yarım çörək, nə bilim, batırsan, oraya atışdırırsan, qaçırsan dərsən. Buna deyirlər əl üstü yemək. Oldu. Sonra nə var? Üzü yuxarı, üzü aşağı. Bu da yerinə görə yer bildirə bilir, yerinə görə tərz bildirə bilir və s. və ilaxirə və başqaları. Anladıq? Bir də zərflərin mürəkkəblərində ayrı yazılanlar da var. Ayrı yazılanlar necədir? Həm zərfdədir, həm feildə, həm əvəzlikdə, həm də sayda. Mürəkkəb sifətlərlə mürəkkəb isimlərin heç vaxt ayrı yazılanlar olmur. Baxaq görək nə var. Hər və bu ilə düzələn mürəkkəb sərflər var. Hər an, hər gün, hər vaxt və yaxud da bu gün, bu an, bu vaxt, bu saat çıxıb gedəcəm. Nə vaxt, nə zaman? Bu saat. Başa düşdünüz? Ayrı yazıldı. Sonra bunlar var idi, saylarla ortaq olan bir qədər, bir az, bir vaxt, sən uşaq olardın. Gördünüz mü? Bunlar da mürəkkəb nə sayılır? Zərf sayılır. Bəli. Bitdi uşaqlar. Bunlar zərfin quruluşsa növləri idi. Nəyimiz qaldı? Zərfin mənaca növləri. Mənaca sözündəki ca nədir Fidan? Keçməmiş yerə, amma soruşum. Buradakı ca hansı nitq hissəsidir? Hansı nitq hissəsidir? Qoşmadır. Və yaxud da qoşmadır. Mənaca, istinad bildirən mənasına görə qoşmadır Fidan. Zərfin mənaca neçə növ var? 4 növ var. 1. Tərz bildirənlər. Tərzi, hərəkət zərfləri.
hərəkətin yerinə yetirilmə, icra tərzini bildirir. Feillərdən əvvəl gəlir və nə tərzdə, necə, baxın, həm nə tərzdə, həm necə suallarına cavab verir. Məsəl üçün, yavaş, asta, bərkdən, ucadan danışırdı, nə tərzdə danışırdı, rusca danışırdı, nə tərzdə. Bildinizmi? Günbəgün qocalırıq, nə tərzdə qocalırıq. Yavaş-yavaş yaxınlaşırdı, nə tərzdə yaxınlaşırdı. Düzdürmü? Bax, bu kimi sözlərə fikir verəndə görürük ki, hamısında bir tərz anlayışı var. Düzdür? Bayaqlarını düzəltmə zərfləri keçdikdə şəkilçilər var idi. Casına ilə düzələn, la ilə düzələn, ənlə düzələn. Yəni, nə qədər orada zərfləri görürüksə biz, nə tərzdə sualına cavab verir və tərz hərəkət zərfi olur. Elə Fidan? Ay, sağ ol. Məsələn, igidcəsinə, alçaqcasına, qorxaqcasına, hamısını nə tərzdə sualına verir. Daxilən hiss etdi. Nə tərzdə. Elədirmi? Şairanə danışdı. Dahiyanə düşündü. Nə tərzdə düşündü. Burada da diqqətli olmaq lazımdır. İkinci nədir? Biz zaman deyək. Zaman bildirən zərflər hansılardır? İndi, sonra, hər gün, bugün, bu vaxt, bu an, sırağa gün. Sırağa gün nə vaxtdır? Dünən yox, ondan əvvəlki gün. Bildir, hansı zamandır? Keçən il. Bəs iniş il, ondan qabaq, iniş ildə quruluşuna görə sadədir. Tamam mı? Sonra, dünən, bəllidir. Bayaq, bəllidir. Yazda, yayda, payızda, qışda, hərdən, çoxdan, bax bu kimilər yadınızdadırmı? Sonra, arada bərədə, hərdən birdən. Bayaqlarım keçdikdə, elə deyilmi? Onları keçəndə demək olar ki, elə hamısının hansı mənada işləndiyində izah elədik. Bunlar zaman bildirmiş olur. Gec-tez bura qayıdacaqsan, nə zaman? Əvvəl-axır gələcəksən, əvvəl-axır dönəcəksən. Səhər axşam dərs oxuyur. Görürsünüz, hamısında zaman anlayışı var. Elədir? Necə? Hə. Yox. Həftədə 5 dəfə orada tamam başqa bir şey. Vaxtında da, bəli, ola bilər. İndi bir dənə burada bir şeyə baxaq. Uşaqlar. Dərsdə, tənəffüsdə, iclasda sözləri var ki, bunlar əslində nə zaman sualına cavab verirlər. Məsələn, deyirəm ki, sənə tənəffüsdə söz deyəcəm. Düzdür? Nə zaman, yoxsa nədə? Nə zaman? Amma bunlar yerli kallı isimlərdir. Bunları siz bir yerə qeyd edin, uşaqlar. Yerli kallı isimlərdir. Vermişəm. Allah can sağlığı versin. O zaman problem yoxdur. İslam bizə bir dənə konspekt lazımdır burada verməyə. Bir dənə baxsaz görün zəhmət olması varmı? Bir dənə bəli. Konspekt. Sonra, üçüncü nədir? Olsun sizin xətrinizə yer zərfləri. Yer zərfləri hərəkətin yerini bildirir. Və bu standartlıq bildirən sözlərdir, bayaq dediyimiz kimi. Məsəl üçün, içəri sözü var. Aşağı. Yuxarı. Ora. Bura. Sağa sola. Sağ və sol sözləri isimdir. Ətraf sözü, tərəf sözləri isimdir. Oldu mu? Sağa sola. Ora bura, orada burada. Sonra irəli geri. Geri və irəli geri. Sonra yerinə görə üzü yuxarı və üzü aşağı sözləri də nə sayılır? Yer zərfi sayılır. Necə olur? Tərz necə olur? Yer. Baxın, biri var ki, Hüseyin. Deyirəm ki, Hüseyin üzü aşağı qaçırdı.
hara qaçırdı üz aşağı. Getmə istiqamətini bilir. Və yaxud da deyirəm ki, Hüseyn üzü aşağı uzanmışdı. Üzü yuxarı yatmışdı. Bu artıq hara yatmış deyə bilmirik. Artıq nə tərzdə sualına cavab verəcək. İndi biz onu özümüz yerinə görə bilirik, yerinə görə tapırıq. Oldu mu uşaqlar? Bəli, müəllim, oldu. Kəndə, kənddə, şəhərdə, qəsəbədə, ölkədə bunların heç biri sinifdə, məktəbdə, dərsdə heç biri yer zərbi sayılmır. Çünki ölkədə, şəhərdə, kənddə, sinifdə, məktəbdə, otaqda bunların hamısı məkan bildirən isim sayılmış olur. Oldu? Bəli, müəllim, oldu. Dördüncü, kəmiyyət bildirən zərflər. Kəmiyyət bildirən zərflər hərəkətin miqdarını bildirmiş olur və əlamətin də dərəcəsini bildirmiş olur. Bax, kəmiyyət bildirir. Məsəl üçün, az, çox, xeyli, biraz, bir qədər. Bir qədər düşündü. Nə qədər? Kəmiyyətin bildirir düşünməyin. Az işlədi, çox işlədi, xeyli danışdı, biraz yatdı, biraz dincəldi. Elə deyilmi? Azmaz sözünü bayaqlarım yazmışdıq. Azmaz. Düzdür? Az, çox. Az, çox qazanıram. Nə qədər? Azdan çoxdan qazanıram. Bu da həmçinin onu kimi. Düzdürmü? Sonra uşaqlar, 1-ə 5, 1-ə 10, 1-ə 1000. Bunlardan sonra gələn sözlər əsasən feil işlənir. Məsəl üçün deyir ki, malımızın sayı 1-ə 5 artdı, 1-ə 10 çoxaldı. Nə tərzdə? Nə qədər? Bunu daha çox sayla qarışdırırlar. Bir də bilsiz hansı sayla qarışdırılır? 1, 1, 2, 2 sözləri var uşaqlar. Bunlar say deyil, zərfdir. Əsasən tərz bildirən zərfdir. Uşaqlar bir-bir otururlar, iki-iki otururlar. Oturma tərzlərini bildirir. Başa düşdünüz? Bunları qarışdırmayın. Qətiyyən sayı ola bilmir bunlar. Elə Hüseyin? Belə. Kəmiyyət bildirən nələr? Zərflər. Bir dənə bir şey qeyd eləyək ki, uşaqlar. Saylardan bir sıra, bir neçə, bir sıra, bir neçə, bir də bir çox. Bu üç dənə say heç vaxt zərf olmur. Külli miqdarda sözdə zərf kimi işlənə bilir. Külli miqdarda azaldı, külli miqdarda çoxaldı. Nə? Külli miqdarda. Nə qədər çoxaldı? Çox çoxaldı. Yəni. Baxın, burada belə bir şey yazıram. Mehdi xeyli narahat idi. Buradakı xeyli nədir? Zərfdir yoxsa sifətdir? Saydır. Zərfdir. Çünki əlamətin feil deyil. Geri zəkalı. Narahat sifətdir. Əlamətin dərəcəsini bildirəcəksə, dərəcə bildirən sözlər nə olmuş olacaq? Zərf olmuş olacaq. Belə. Bu da zərfin məna növləri. Zərflə bağlı nəyimiz qaldı? Bir dənə. Hə, deyirəm də bir dənə. Bu cür sözlərdən, kəmiyyət, miqdar bildirən sözlərdən sonra sifət gələndə bu əlamətin dərəcəsini bildirdiyi üçün say yox, zərf sayılacaq. Oldu? Keçirik sonra. Necə? Keçirik nəyə? Zərf əsasən cümlədə zərflik olsa da bütün cümlə üzvləri vəzifəsində iştirak edə bilir. Məsəl üçün, mübtəda olur, xəbər olur, tamamlıq olur və təyin belə ola bilir. Zərflik necə olur? Bayaqlarım elə dediyimiz şeylərin hamısı, feylə aid nə varsa hamısı cümlədə zərflik olmuş olur. Düzdür? Məsələn, deyirəm ki, Elxan aşağıda iş görür. İş görür kim? Elxan harada? Aşağıda. Yəni, əgər cümlədə hərəkətə aid yeri, tərzi, zamanı, kəmiyyəti bildirəcəksə, bu sözlər nə olacaq? Onsuz da zərflik olmuş olacaq. İndi belə başqa bir şey deyim uşaqlar. Zərf hər zaman hərəkətə mi aid olur? Hər zaman aid olmaya da bilir. İstisna məqamları var. Qoy mən bunu aşağıda yazım bir yerdə.
Deyirəm ki, indi Cavidan sənə deyirəm, indi çox yaraşıqlısan. Məsəl üçün də Cavidan. Baxın, nə zaman yaraşıqlısan? İndi. İndi sözü hansı cümlə üzvünə aid olmuş oldu? Yaraşıqlı sifətinə. Başa düşdünüz? Və yaxud da deyirəm ki, indi çox gecdir. İndi tezdir. Hələ cavansan. Gördünüzmü? Buradakı indi sözü, hələ sözü heç bir feilə aid olmadı. Ya zərfə aid olmuş oldu, ya sifətə aid olmuş oldu. Əvvəl çox pis adam idi, indi yaxşı adamdır. Əvvəl və indi sözləri hansı nitq hissəsinə aiddirlər? Xəbər olaraq ismə aiddirlər. Oldu? Bu fərqli bir məqamlardır ki, bizim testdə qarşımıza çıxacaq. Başa düşdünüz? Murad, başa düşdün? Abdullah. Başa düş ki, sonra 10 dənə səhvin çıxmasın, Abdullah. 50-50 yazırsan. Mübtəda kimi birbaşa hara sualına cavab verəcək və yaxud da bəzən isimləşmiş zərflər olur. Kim sualına cavab verir? Məsəl üçün deyir ki, yuxarılar bundan xəbərsizdir. Xəbərsizdirlər. Kim xəbərsizdir? Yuxarılar. Bax, gördünüzmü? Kim sualına cavab verdi və ismin xüsusiyyətini daşımış oldu. İsimləşmiş zərf cümlədə oldu nə? Mübtəda. Və yaxud da birbaşa bu sözü deyə bilərəm. Baxın, içəri qaranlıqdır. İçəri qaranlıqdır. Qaranlıqdır. Hara içəri? Birbaşa hara sualına cavab verib, xəbərlə əlaqələndi üçün nə olmuş olacaq? Yer bildirən söz, zərf olacaq mübtəda. Başa düşdünüz? Xəbər kimi necə olacaq? Hər hansısa bir zərfin sonuna tır xəbərli şəkildə artıracaq, olacaq xəbər. Bayaq dediyim kimi, Elxan aşağıda iş görürsə, demək ki, Elxan haradadır? Aşağıdadır. Və salam oldu cümlənin xəbəri. Tamamlıq necə olmuş olur? Əgər təsirlik haldadırsa, kimi, nəyi və haranı sualına cavab verirsə, olacaq cümlədə tamamlıq. Məsəl üçün, uşaqlar içərini təmizlədilər. Təmizlədilər. Kim uşaqlar? Haranı? İçərini. Nə oldu cümlədə? Tamamlıq. Niyə görə? Çünki təsirlik hal şəkilçisi qəbul edir. Təsirlik halda dedik ki, hər zaman cümlədə nə olur? Tamamlıq olmuş olur. Təyin kimi necə olur uşaqlar? Təyin kimi. Məsəl üçün, desəm ki, aşağı küçələrdə işıq yanmır. Nə yanmır işıq? Harada? Küçələrdə. Hansı küçələrdə? Aşağı. İçəri otaqlar çox qaranlıqdır. Hara qaranlıqdır otaqlar? Hansı otaqlar? İçəri. Başa düşdünüz? Necə? İndi çox yaraşıqlısan sözü. Yox. Bax, buradakı çox var. Çox. Çox biraz istisnalı, biraz mübahisəli məqamdır. Burada sifətə aid olduğu üçün çox sözünü cümlədə əlamətin dərəcəsini bildirən zərflik kimi götürürlər. Amma belə bir məsələ var. Çox sözündən sonra sifət gəldikdə çox sözü hansı nitq hissəsi olur? Qüvvətləndirici ədat. Çox gözəl, çox şirin, çox ağıllı. Burada da əslində ədatdır. Ədat olmalıdır. Amma bizim dimin testlərinin çoxunda görürdük ki, bu tipli ifadələrdə çox sözü əlamətin dərəcəsini bildirdiyi üçün zərflik götürülmüş olur. Keçmişin ən mübahisəli məqamlarından. Oldu? İndi belə mübahisəli məqamları testlərə salmamağa çalışırlar. Bu qədər uşaqlar. Demək ki, zərf hansı nitq hissəsinin suallarına cavab verə bilir? Əsas nitq hissələrinin hamısının. Niyə görə? Çünki cümlədə bütün nitq hissələrinin yerində əvəzlik də o daha çox işlənən, yəni bütün cümlə üzvləri kimi istifadə oluna bilir. Ona görə də ismin də, sifətin də, zərfin də suallarına cavab verə bilir. Bəs feilin sualına cavab verə bilirmi? Xeyr. Bu qədər. Kimsə sanki nəsə sual verdi. Kimsə sual verdi nəsə, mən ya cavablamadım, ya da ki